Hamınıza salam dostlar. Nə tərsinə var, nə yox. Bugün sizə bir neçə də açıqlama vermək istəyirəm dostlar. Uzatmadan keçək məsələmizə. Dostlar, bilirsiniz Dizlərin Kralı kanalı silinib. Bıçaq, xəncər, şiddət var imiş. Yox, adamın güləsi gəlir. Bilirik, yaşımıza uyğun deyil. Prosto plastik xəncər, plastik tapanca. Tapancadır. Tapanca da şiddətə uyğundur. Prosto yəni adam gülməyə gəldi. Allah, biz orada bəbə deməyək. Topologiya şeylər çəkirik orada. Videolar çəkirik. YouTube gəlib deyir ki, şiddət. Bunun harası şiddətdir? 40 abunəlik kanal da getdi. Yəni həyatda bəzən gülürsən, bəzən kədərlənirsən. Nəysə dostlar, Dizlərin Kralı kanalını haçan açacam. Kino çəkməyə həvəsim əsla ölməyib. Bitdimi? Bitəməz. Kimsə bitirəməz. Nəysə. Üzüyaya inşallah açacağıq dostlar təzə. Onda da deyəcəm. Yenə Dizlərin Kralı olacaq. Yenə eyni loqo olacaq. Dostlar, filmimizin adı Qədər Eyvallah yenə. Yəni ikinci açıqlama dostlar, 530 abunədə futbol gələcək. Səhv eləmirəmsə 4-5 ay əvvəl çəkmişdim. Bir də rahat bir 2 ay var. Təxmini 4-5 ayda, amma rahat 2 ay var dostlar. 530 abunədə nə gələcək? Futbol gələcək dostlar. Part 4. Bəli dostlar, 400 abunəyə 530 abunəyə özəl. Nəysə dostlar, özünüzə yaxşı baxın. Vaxtınızı aldığınız sizin vaxtınızı mən aldığım üçün nə edirəm? Özür diləyirəm. Türklər demişkən. Nəysə, sağ olun, sağ-salamat.